Yer kürəsi necə yaranıb? Bu dünya aləmi, bu kainat, bu maddi kainat. Əlbəttə, maddi kainatdan söhbət gedir. Necə yaranıb? Bu qalaktikalar, kürələr, nə bilim, bu cür aləmlər necə yaranıb maddi aləm? Buradadır ki, bizlər qayıdıb deyirik ki, Allah yaradıb. Bəli, biz müvəhhidlər Allah yaradıb deyirik. Bu Allah yaradıb deməyin mənası budur ki, yəni ki, heç bir şey müdaxilə etməyib də sonda Allah yaradıb. Bəli, bu düzdür. Amma deyəndə ki, bu kainat, yer kürəsi partlayış nəticəsində yaranıb. Bu Allah tanımağa ziddir ya zid deyil? Zid deyil. Zid deyil. Bunun təvhidlə, Allah tanımaqla heç bir ziddiyyəti yoxdur. Partlayışı oxumuşuq, nə mənada oxumuşuq? Məktəbdə yer kürəsi qazlar sıxılır və bu sıxıntı, təzyiq nəticəsində partlayış yaranır və yavaş-yavaş yeni kürələr yaranır ki, sonradan həmin kürələr yenə sıxılır. Bu cür həmin ki, məktəbdə oxumuşuq kimya, fiziklə olan məsələ. Elə həmin partlayış ki, deyirlər, dünya alimləri deyirlər, bəli, partlayış nəticəsində yaranıb. Bəli, biz deyəndə ki, yer kürəsi, mənə əsə xoşum gəlir, deməyəm Allah yaradı, deyər ki, yer kürəsi partlayış nəticəsində yaradıb. Sən mənə qayıdıb deyə bilməsin, sən artıq şirk elədin, sən artıq müvəhhid deyilsən, sən artıq ateistsən. Bunu deyə bilməzsən mənə. Mən realistəm. Həqiqətdə biz realistük. Realist yəni bu mənada ki, biz zehnimizdən xarici aləmi qəbul edirik. Biz zehnimizdən xarici aləmi qəbul edirik. Biz belə deyil ki, zehnimizdə qalaq, xarici aləmlə göz yumaq, görə ki, bu gözümüzün qabağında yer kürəsi partlayış nəticəsində əmələ gəlib. Zəlzələ, yeraltı qazlar, yeraltı toqquşmaları nəticəsində əmələ gəlir. Biz bunu görə, buna göz yumaq, gələk zehni aləmimizə naməlum bir şeylər düzəldək, deyək ki, xeyr, bunu Allah yaradı. Biz belə deyilik. Biz zehnimizdən xaric aləmi qəbul edirik. Zehnimizdən xarizdəki şeyləri qəbul edirik. Biz realistik. Həqiqətdə biz reallığı qəbul edirik. Və hünər buradadır ki, reallıqda Allahı tapaq. Bu mərifətə, Allahın mərifətinə reallıqda çataq.